Dırnaq ustası, taksi şoförü, makler. Qardaş, ölkədə nə qədər dırnaq ustası olar, nə qədər makler olar, nə qədər şofer olar, botda işləyən. Qardaş, başqa sənət yoxdur. Elə bil ki, kimi işdən çıxartdılar, kim boşdadır, yəni gedir bu dediyim 3 dənə yerə gedir. Elə bil ki, başqa iş yoxdur. Bir süni intellektlə məşğul ol, bir nə bilim, başqa bir nə bilim, bir əlində bir sənətin olsun, nə bilim, bir şey icad elə, bir şey düzəlt, bir şey yarat. Nədir bu dırnaq ustası, makler, şofer? Bu ikisini keçirəm. Bu maklerdən danışacağam. Deməli, bəlkə bilirsiniz, bəlkə bilmirsiniz, ən yaxşı təqdimatçılar bütün dünyada, ən yaxşı təqdimatçılar Braziliyadan olan təqdimatçılardır. Yəni söhbət satılan əmlakın təqdimatından gedir. Videoya baxırsan, deməli elə bil ki, Netflix-də kino çəkiblər. Bir dənə oğlan gəlir, belə göstərir, burası belə, orası belə, dron belə uçur, nə bilim. Bir dənə kino kimi təqdimat eləyirlər. Adam belə ağzı açıq qalır. Hə, bizimkilər, hə, çaylarınızı qarışdırın, dala söykənin. Nə bilim mən, əlim yandı, ayağım yandı, nə bilim, oram yandı, buram yandı. İndi yaxşı, əlim yandı video klipə baxırsan, deməli 800 kvadrat tikilidir, padmayak. 10 sot, 15 sot torpağın içərisində. Qiyməti ucuz deyir, tamam. Amma bu evi təmir eləyib, tikib ərsəyə gətirəndə bu da milyonu keçdi axı, bu nə əlim yandı oldu. Yəni məlumatı verirsənsə də, məlumatı da düzgün də vermirsən. Yəni əlim yandının orada əsi yoxdur da. Yəni təqdimat eləyirsənsə, düzgün, real təqdimatı ver. O birisi gəlir, hə, çayları qarışdırın, dala söykənin. Bu qonaq otağı, bu yataq otağı, bu nə bilim mən, hamam otağı. Onu zaten baxan bilir ki, bu yataq otağıdır, bu qonaq otağıdır. Amma o biri təqdimatlarda məsəl üçün fikir verirsən, girir içəridəki belə deyim də tikinti barəsində elə bil ki, prorab kimi, elə bil onu tikən adam kimi danışır. Bütün materialların adını deyir, yerləşmə yerini deyir. Bu propertini alsaz gələcəkdəki sizə gətirəcək qiymət artımından danışır, hər şeydən danışır da. Yəni professional təqdimat eləyir. Nə bilim, elə bil ki, makler kimi makler ola bilmirik, dırnaq ustası kimi dırnaq, şofer kimi də şofer. İndi bəri başdan deyirəm, yəni bu dediklərim təbii ki, mən hamıya aid eləmirəm. Özünün peşəkarı hər sənət növündə var. Əmlak sahəsində yəni mən baxıram ki, nə bilim problemlər çoxdur. Tək vasitəçilərdə problemlər yoxdur ha. Yəni mən satıcılarda da problem görürəm. Məsələn, satıcılarda mənim gördüyüm ən belirgin problem nədir? Deməli, evini satışa çıxardır adam. Evin sahibi götürür, elan səhifəsinə öz evinin elanını girir. Elan sayta oturan kimi o dəqiqə ofisdən yığırlar. Salam əleykum, sizi filan əmlak şirkətindən narahat eləyirik. İstəyirsiniz evinizin şəkillərini verin, biz də paylaşaq. Birinci səhvi budur. Zaten bu adam özü bina aza şəkilləri yükləyibsə, nə edir əmlak şirkətini? Yəni əmlak şirkəti nəyə lazımdır ki? Özü sayta yükləyib, özü satır. Sən bir əmlakçı kimi, bir təqdimatçı kimi o satışa başqa nələr qata bilərsən? Yəni nələr əlavə eləyə bilərsən ki, onun əmlakı tez satılsın? Məsələn, təbii ki, yaxşı bir təqdimat hazırlaya bilərsən, təqdimat vura bilərsən, evi qəşəng bir videosunu çəkə bilərsən, hazırlaya bilərsən. Zaten onun kirayə verdiyi mənzili və ya satdığı mənzili bina azdan sən də götürüb bina aza qoyursansa, burada fərqi nə oldu ki? Yəni satıcılar bilməlidir ki, bir şey bir neçə yerdə olanda onun dəyəri düşür. Məsələn, belə deyim, yaxşı bir ayaqqabı görmüsən, yaxşı bir ayaqqabı. Ancaq o deyək ki, Nizami metrosunun yanında bir dənə dükanda var. Yəni başqa heç bir yerdə yoxdur ayaqqabıdan. Təbii ki, o ayaqqabı qiyməti artacaq. Amma bir dənə ayaqqabı var, görmüsən, o xalqlarda da var, neftçilərdə də var, nə bilim, gənclikdə də var, Nərimanovda da var. Adamın gözündən düşür. Ev də elədir. Evləri də satıcılar səhvən paylayır bütün maklerlərə. O səhifəni açırsan o ev, bu səhifəni açırsan bu ev, o səhifəni açırsan o ev, eyni evi bir neçə yerdə onun qiyməti düşür, dəyərdən düşür. Yaxşı olardı ki, məsələn, başqa dövlətlərdə necə eləyirlər? Satışı verirlər kiməsə, məsələn, satışı verirlər bir nəfərə, o satışla məşğul olur və sona qədər onda olur o satış.
Yəni siz elə başa düşürsüz ki, siz evlərinizi bütün maklerlərə desəz tez satılacaq, elə deyil. Naobrat onun belə deyim də blatı, hörməti, evin belə deyim də prestiji düşür aşağı. Bir də ki, xidməti müqavilə deyilən bir şey var. O bizim ölkəmizdə yoxdur. Xidməti müqavilə nədir? Sən evi satırsan, mən vasitəçiyəm. Gəlirəm səninlə müqavilə eləyirəm, sən evin satışını mənə verirsən. Orada da müqavilə şərtlərində yazılır ki, məndən başqa adam bu evin satışında ola bilməz. Xidməti müqavilə ilə götürsəz evləri, satışını, bax belə olacaq.